إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له أشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله أما بعد. Əziz və dəyərli qardaşabazlarım, hörmətli dinləyicilər, Buluğul Maram kitabının izahına davam edirik və bugün daxil olacağımız fəsil, 4-cü fəsil dəstəmaz fəsildir və sonra isə növbəti hissədən artıq bu barədə olan hədisləri qeyd edəcəyik. Deməli, əvvəlcə dəstəmaz lüğəvi mənada, lüğətdə, yəni vudu deməkdir, dəstəmaz. Yəni, əl-vadu fəthənlə olan, əl-vadu istifadə olunan şeydə dəstəmaz üçün su, misal olaraq, və vudu isə fiilin, hərəkətin özüdür, dəstəmazın alınmasıdır. Lakin şəriətdə isə dəstəmaz uca Allaha ibadət etmək məqsədi ilə 4 üzvü xüsusi bir şəkildə təmizləməkdir. 4 üzvdə uca Allahın ayəsində keçdiyi kimi üzdür, qollardır dirsəklərə qədər, başa məhz çəkməkdir və həmçində topuqlar daxil olmalı, ayaqları yumaqdır. Və alimlər dəstəmazın yalnız namaz üçün vacib olduğunda bu məsələdə icma ediblər və dəstəmaz ən fəzilətli əməllərdən biridir və onun bir çox faydaları var. Birincisi, qış günlərində və soyuqda dəstəmaz almaq Allahın xətaları sildiyi və dərəcələri yüksəltdiyi əməllərdəndir. Necə ki, bu barədə Müslimdə hədis keçir. Əbu Hüreyrə radiyallahu anhu hədisi rəvayət edərkən buyurur ki, Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, sizlərə elə bir əməl öyrədimmi ki, xətalarınız silinsin, günahlarınız silinsin və dərəcələriniz qalxsın? Və onlar dedilər ki, əlbəttə ey Allahın Rəsulu, bu əməli bizi öyrət. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurdu ki, çətinliklərə baxmayaraq dəstəmaza kamil olmaq, məscidlərə tərəf addımların çoxluğu və namazdan sonra digər namazı gözləməkdir. Və ikinci fayda isə insan hər bir üzvünü təmizlədikcə həmin üzv mənəvi nəcasətdən, yəni günahlardan təmizlənmiş olur. Və beləcə suyun son damlası ilə birlikdə hər bir üzvün günahı insandan çıxar. Əbu Hüreyrə, Allah ondan razı olsun, Peyğəmbərin sallallahu aleyhi ve sellem belə dediyini rəvayət edir ki, müsəlman bəndə dəstəmaz alarkən üzünü yuduqda, üzündən gözü ilə baxdığı bütün günahlar su ilə və ya suyun axırıncı damlası ilə bərabər özündən çıxar. Əllərini yuduqda əllərinin tutduğu bütün günahlar su ilə və ya suyun axırıncı damcısı ilə bərabər əllərindən çıxar. Ayaqlarını yuduqda ayaqlarının getdiyi bütün günahlar su ilə və ya suyun axırıncı damlası ilə ayaqlarından çıxar, hətta günahlardan pak olaraq çıxar. Üçüncü fayda isə Peyğəmbər sallallahu aleyhi ve sellemin özünə nümunə götürmək, yəni o da dəstəmaz alardı, Allah Resulü sallallahu aleyhi ve sellem. 4-cü faydası isə Allahın əmrini yerinə yetirmək olmasıdır. Necə ki, uca Allah buyurur ki, Ya eyyuhəl-ləzīnə əmənu izə qumtum iləs-salati fəğsilu vucuhakum və əydiyakum iləl-mərafiqi və əmsəhu bi-ruusikum və ərculakum iləl-kə'beyn. Ey iman gətirənlər, namaza durarkən üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məs çəkin və topuqlara qədər ayaqlarınızı yuyun. Və 5-ci fayda isə dəstəmazın bu ümmət üçün xüsusi bir üstünlüyü vardır. O da ondan ibarətdir ki, bu ümmət qiyamət günü dəstəmazın izindən bədən üzvləri parıldayan kimsələr kimi çağırılacaqlar. Dəstəmaz suyunun toxunduğu əzaları parıldayacaq və onlar beləcə qiyamət günü çağırılacaqlar. Və dəstəmazın təbii ki, faydaları çoxdur və qeyd olunur ki, alimlərin
rəyləri içərisində üstün görüş odur ki, dəstəmaz bir ibadətdir və niyyət vacibdir. Lakin biz əvvəlki fəsildə nəzasətdən təmizlənmək və onun bəyanı fəslində niyyətin, yəni şərt olmasını qeyd etməmişdik. Yəni qeyd elədik ki, əgər bir insan bulaşıq paltarını çölə sərərsə, nəcisli paltarını və yağış suyu onu təmizləyərsə, o niyyətsiz belə təmiz olar. Lakin dəstəmaz məsələsində niyyət olmadan doğru deyil, çünki o bir ibadətdir. Və bundan sonra da inşallah dəstəmazın sünnələri, yəni sünnətləri, fərzləri və vacibləri var və sünnətlərindən bir də misvaqdır. Bunu da Allahın izni ilə növbəti hədisdə inşallah toxunacaq. Uca Allah bizləri eşitib yaxşısını tabi olanlardan etsin. Subhanəkəllahumma bihamdikə əşhədu en la ilahə illə entə əstəğfiruke və etûbü ileyk.